Salam dostlar, necəsiniz? Mən bu gözəl fəsildə bayram ərəfəsində rayona gəlmişdim, Oğuz rayonuna, öz həyətimizdir. Qapını açdıqda çox sevindim, hər yer yamyaşıl idi, ağaclarımız çiçəkləmişdi, necə gözəldir. Həm də həyətdə biraz yaz işləri görmək üçün gəlmişik. Bu cincilim bitkisidir, cincilimdən çox gözəl qutab olur. Ləzzətli. Çünki cincilimin tərkibində turşməzəlik var. O ürək damar xəstəlikləri üçün çox faydalıdır. Burada öyrəndim ki, bundan şorba da hazırlayırlar. Qan damarlarını təmizləyir, qanı duraldır. Ona görə nə qədər ki vaxtıdır istifadə etmək bizim xeyrimizədir. Çiyələklərim də qaynayıb çıxırlar. Görürsünüz, necə gözəldilər. Nanələrim. Hamısı yetişir. Mən yayda gəlirəm buraya. Yay mövsümünə burada oluram. Balonlarımı bağlayıram, mürəbbələrimi pişirirəm. Güllərimiz pöhrəliyibdir. Burada petruşka səpib getmişdim. O da yetişibdir. Görürsünüz, hamısı körpə petruşkalar. Necə qəşəngdir. Orada nanədir. Hamısı yaşıllıq, təbiətin gözəlliyi. Quşlar oxuyur, adama ləzzət eləyir. Bu isə zəncirotu bitkisidir. Advançik də deyirlər. Bu qaraciyərə çox faydalıdır. Qaraciyəri, ödü təmizləyir. Hətta xərçəng xəstəliyi üçün də faydalıdır. Bildiyimə görə. Necə qəşəng qaynayıblar. Alça ağacımız da çiçəkləyibdir. Bal arıları özləri üçün qida toplayırlar. Bu isə əmək köməkçi bitkisidir. Əmək köməkçinin də mədə bağırsaq üçün çox faydası var. Əmək köməkçiləri. İnanın ki, rayona gəldikdə adam geri qayıtmaq istəmir. O gözəlliyi görür, təbiətin gözəlliyini ləzzət alırsan. Sizlər də Ramazan bayramı münasibəti ilə təbrik eləyirəm. Allah hamının bol ruzisini versin, qazancını versin inşallah. Həmişə üzünüz gülsün, bu bahar çiçəkləri kimi təravətli, gözəl olasınız əzizlərim.